Mən Asparcıq MMC-nin bələdçisi İlyasov Kənan. Mənim bu videonu çəkməkdən məqsədim Asparcıq MMC ilə bağlı son zamanlar olunan şikayətlər və mənim öz şikayətimdir. Və buna baxmayaraq ki, mənə çox saylı hədə-qorxular gəlmişlər, sən hər hansısa bir video çəksən, canlı yayıma çıxsan, hər hansısa bir kanallara müsahibə versən, sənə müqavilə və xitam verəcəyik və səni işdən uzaqlaşdıracağıq. Və mən bunların heç birinə məhəl qoymayaraq və bu videonu tam öz istəyimlə çəkirəm və sizə bildirmək istəyirəm ki, burada qanunsuzluqlar, haqsızlıqlar, özbaşınalıqlar baş verir. Və mən başda Cənab Ali Baş Komandan Prezidentimiz İlham Əliyev, daha sonra Dövlət Təhlükəsizlik Xidmətinin Naziri Əlin Ağayevdən və Daxili İşlər Naziri Vilayət Eyvazovdan xahiş edirəm ki, mənim məsələmi, mənim işimə baxılsın və araşdırılsın. Çünki mənim həyatım təhlükə altındadır. Mənə bu videonu çəkəndən sonra çox saylı təhdidlər və hədə-qorxularla gəlmişlər və mənə bildirmişlər ki, bu videodan sonra aqibətin yaxşı olmayacaq. Yenə vurğulayıram, biz Asparcıq MMC ilə bağlı son zamanlar yayılan məlumatlara baxsaq, bu tualet məsələləri, bəli, bunlar hamısı düzdür. Biz daha əvvəldə bu şirkətdən şikayət eləmişdik və şikayətimiz ondan ibarət idi ki, bizim bayram günləri işlətmiş, mart-aprel aylarında bizim 2 qat əmək müavinətimizə vurmamışdırlar və biz bununla bağlı Rəqəmsal İnkişaf Nazirliyinə teleqramı vurandan sonra şikayət olunan bələdçilərin əmək müavinətini vurmuş, qalanları isə vurmamışdılar. Və o zaman efirə çıxmadıq, bizə dedilər, efirə çıxmayan, sizin pullarınızı verəcəyik və çəkilişdən qorxaraq bizim haqqımızı ödədilər. Və bu dəfə olunan haqsızlıqlar, bunların öz deməli sahə rəisləri, öz auditləri var və bunlara başda bu təlimatı verən xidmət rəisi və bölgə müdürüdür. Deməli, bunların sahə rəisləri bu söz-söhbətlər düzdür. Bələdçiləri gündə bir dəfə ayaq yoluna buraxır, deyir, siz gündə bir dəfə gələ bilərsiniz, ikinci dəfə bizdən icazə almalısınız, bizim ürəyimiz istəyən zaman buraxa bilərik və yeməyə bələdçiləri özləri saatlarını bölür, baxmayaraq ki, əmək müqaviləsində və sosialda, proqramda yemək vaxtı göstərilir. Lakin onlar bizim istəyimizlə, biz nə vaxt istəsək, onda yemək yeyə bilərsiniz bildirirlər və bələdçilərə hətta belə deyək, siqaret çəkməyə belə qadağan qoyurlar, bildirirlər ki, biz sizə təyin eləyəcəyik harda və gündə neçə dəfə çəkmək olar. Və daha sonra bunların öz auditləri var və bunlar başda olmaqla Zalış Zeynalov və İlkin bəy audit. Deməli, bunlar nə edirlər? Bildiyimiz kimi Asparcıq MMC-də ödənişlər onlayn şəkildədir, nağd şəkildə olunmur. İnsanlar vaxt açaraq maşınların parklama məntəqələrinə daxil edib maşınlarını park edirlər. Bunlar əraziyə gizli daxil olaraq həmin maşınların vaxtını bağlayırlar və biz avtomatik olaraq bunları sisteminə vurduğumuz zaman nömrəli maşınların vaxtını görmürük və onları monitoring edirik. Və bu zaman vətəndaşlar əsəbləşərək üstümüzə gəlir ki, biz vaxt açdığımız halda biz cərimə olunmuşuq. Yəni biz də özümüz də dəfələrlə araşdırıb bələdçidə görmüşük ki, bunu bizim şirkətimizin, yəni öz rəhbərliyimiz Zalış Zeynalov və audit İlkin bəyidir. Bu sübuta yetmişdir və bizim əlimizdə faktlar da var. Və bunlara təlimat verənlər xidmət rəisi Bəşirov Yalçın və bölgə müdürü Azər Seyfullayevdir. Və bunlar təlimat verərək bizim üstümüzə göndərmişdir. Və biz bunlara qarşı etiraz edirik, haqsızlara qarşı çıxırıq və ona görə bizi bu auditləri, yoxlamaları göndərirlər daxil nəzarəti, bizə yalandan böhtan atırlar, şər atırlar. Bildiyiniz kimi bizdə, yəni Asparcıq MMC-də gündə 1 saat yemək fasiləsi var və bunlar bizə bildirirlər ki, siz 1 saat yox, 2 saat çıxmışsınız, biz sizi görmüşük, böhtan atırlar, gəlin izahat yazın, ərizənizi yazın, işdən uzaqlaşın. Və biz bunlara deyirik ki, siz bunları sübut edin, deyirlər, əlimizdə heç bir fakt sübut yoxdur, lakin biz sizi görmüşük. Bizi nədir, bu haqqı dediyimizə görə işdən uzaqlaşdırmaq istəyirlər. Lakin əllərində heç bir fakt yoxdur. Halbuki bunların öz sahə rəisləri, bunların baş bələdçiləri, hamısı bir-birilə qohum, əqrəbə, qayın, yeznə, qardaş, doğma, əmoğlu, yəni biz bunları sizə sübut eləyə bilərik, əlimizdə faktlar da var. Yerli, köhnə işçilərdir. Bəli,
Sahə rəisləri, baş bələdçiləri pulla işə götürür və bildiyiniz kimi bizdə iPatrol var, Aynanın maşınlarıdır və iPatrolun sürücüləri də dəfələrlə biz müraciət etsək də o işdə pulla götürürlər, 2000-3000 arası rüşvət istəyirlər. Halbuki öz adamlarıdır və biz bildiririk ki, mən 1 il 6 ayda bu şirkətdə işləyirəm. Mən sahə rəisi olmaq istəyirəm. Deyirlər diplom, hərbi bilet, veteranlıq olsa daha yaxşı olar və mənim diplomum da var. Mənim hərbi biletim də var, özüm də müharibə iştirakçıyam. Lakin elədiyim müraciətlərə baxmayaraq, xidmət rəisi Bəşirov Yalçın və bölgə müdiri Azər Seyfullayev mənə bildirir ki, sənin heç bir yuxarıdan adamın Lorellə desəyə dayın olmadığına görə sənin heç bir vəzifədə yer ala bilməzsən və heç bir maaş artımından söhbət belə gedə bilməz. Və mən bildirdiyim zaman ki, mən bunları efirə bildirəcəm, mənə ürəyin hara istəyir get bildir, bizim şirkətin öz qayda qanunları var, biz bunlara tabeyik, bizə heç kim maraqlı deyirlər. Onsuz da sizlərə heç kəs inanmayacaqlar. Mən sizdən xahiş edirəm, bu adı çəkilən adamlar haqda xidmət rəisi Bəşirov Yalçın, bölgə müdiri Azər Seyfullayev, daxili nəzarət bunların adamları olan Zalış Zeynalov və audit ilkin və yaxında tədbir görülsün. Artıq dərəcədə bunlar bələdçiləri incidir və ilişdirərək işdən çıxarmaq istəyirlər və digər sahə rəisləri də hansı ki adını çəkib uzatmaq istəmirəm və lazım olsa jurnalistlərlə də görüşüb açıqlaya bilərik, efirə də çıxa bilərik və bu məsələləri bizim əlimizdə faktlar da var. Halbuki öz sahə rəisləri xidmət aparmırlar, maşınlarda yatıb vaxtlarını keçirirlər, vətəndaşlardan pul alırlar. Və elə bələdçilər var ki, tanışı, belə Lorellə desəyə dayı adam olanlar vətəndaşlardan pul alırlar, içib əraziyə çıxırlar və hətta asfalt MMC-lərdən bir ərazidə xidmət göstərirlər, lakin bizi 3 aydan 5 aydan bir yerimizi dəyişirlər. Və biz bunların hamısını bunlara şikayət eləmişik, bunların heç birinə məhəl qoyulmur və hətta bələdçi hədi qorxu gələrək sahə rəisi özünə və yoldaşın adına maşın götürür kreditdə və onu ödəmir. Bələdçiliyə narazılıq yaranır bank tərəfindən. Və bunların hamısı bizim əlimizdə faktlardır, sübutlardır. Mən xahiş edirəm, bu məsələlər araşdırılsın, sübuta yetirilsin. Bu insanlar cəzasız qalmasın, haqq öz yerini tapsın. Təşəkkürlər.